orada bir yaxşı cümlə ifadə işlətdiniz ki, mən bu məni yaratmaq üçün 15 il dediniz, yoxsa bir 18 il idrak inkişafı üçün çalışmışam. Yəni mən bu məni yaratmaq üçün. Yəni insan necə öz üzərində mən bu məni yaratmaq üçün bu yerə çatmalıdır ki, ondan sonra da ətrafındakılar tanısın və lazımı adamları lazımı yerə oturtdura bilsin. Bilirsiniz, əslində bilgi öyrənməyin kökündə duran heç də oxumaq deyil. Baxın, bir ədəbiyyat oxuyursansa bir kitabda, birinci dəfə oxuyanda o bir düşüncələr yaranır. Üstdən bir il yarım keçir, bir də təzədən oxusa başqa şeylər görürsən. Bəli, razıyam. Yəni mahiyyət etibarilə bilginin əldə edilməsi oxumaqla əldə olunmur. Əslində orada o bilgidən istifadənin kök məğzini tutanda gəlir onlar. Yəni belə deyək də, kimsə bilgini öyrənir ki, oradan pul qazansın, kimsə bilgini öyrənir ki, digərinə kömək eləyə bilsin. Hamısının görəcəkləri başqa şey olacaq.